Kimya, Güvən nəşrləri abituriyentlər üçün tapşırıqlar toplusu kitabından kimyəvi reaksiyaların stilik effekti, egzotermik və endotermik reaksiyalar mövzusunda səhifə 112. Burada olan məsələlərin izahına baxaq. Gəlir 61-ci sual. Reaksiyanı görürsüz. Azot və hidrogen alınır NH3 və burada 92 kJ enerji ayrılıb. Eyni mol sayda azot və hidrogen qazlarının tam reaksiyasından 184 kJ istilik ayrılır. Artıq qalan qazı və mol sayını müəyyən edin. Bu bizim şərtimiz idi. Gəlin baxaq görək bunu necə etdik. Burada izahı yazmışam və istəyirəm sizə göstərim. Demək, biz baxırıq reaksiyaya. Reaksiyada baxırıq ki, burada normalda, yəni əmsallaşdıranda 1 mol azotla 3 mol hidrogen reaksiyaya daxil olub və alınıb 2 mol NH3. Bizdə isə deyir ki, və burada 92 kJ da enerji ayrılıbdır. 184 kJ enerji ayrılıbdır. 184 kJ enerji ayrılanda burada hansı qazlar reaksiyaya girib və hansı qaz artıq qalıb, nə qədər artıq qalıbdır. Bunlar deyil, eyni mol sayda reaksiyaya girib. Bax, biz baxırıq ki, bu burada 92, 184 2 dəfə artdı. Düzdürmü? 92-dən 184-ə gəlmək üçün 2 dəfə artdı. Deməli, 184 kJ enerji ayrılması üçün bunların hər biri 2 dəfə artıq olacaqdır. Və deməli, 1 mol azot idisə 2 mol azot götürmək lazımdır. 3 mol hidrogen idisə də 6 mol reaksiyaya hidrogen daxil olur. Və bizə də deyir, axı hərəsindən eyni molda götürmək lazımdır. Onda bu da 6 mol olacaq, bu da 6 mol. İkisini də eyni molda götürəndə, bunun da 2 mol reaksiyaya daxil olduğuna görə 6-dan da 2-ni çıxırıq, qalır 4. Deməli, 4 mol azot artıq qaldı. 6 mol hidrogen reaksiyaya girdi. 6 mol azotdan isə 2 mol azot reaksiyaya girdi. 4 mol da dediyim kimi burada artıq qaldı. Və bunun bəndi də C bəndidir. Burada da göstərilib. Artıq qalır azot və mol sayı nə qədər artıq qalıb? 4 mol. Şərtimiz buydu ki, artıq qalan qazı, sualımız buydu. Və onun mol sayını müəyyən edin. Biz onun mol sayını müəyyən etdik. Keçək növbəti suala, 62-ci suala. Deyir ki, 4 mol NH3, 3 mol oksigen reaksiyanın tənliyidir. Alınır 2 mol azot, üstə gələk 6 mol H2O su. 8,96 litr NH3 yananda 15,4 kJ istilik ayrılarsa, suyun əmələ gəlmə istiliyinin müsbət 286 kJ olduğunu nəzərə alaraq ammoniakın əmələ gəlmə istiliyini müəyyən edin. Bu bizim şərtimiz idi. Gəlin indi baxaq. Əvvəlcə reaksiya tənliyinə baxaq. Reaksiya tənliyində baxdıq ki, 4 mol NH3 reaksiyaya daxil olubdur, düzdürmü? Bu da eləyir 89,6 litr. Bizdə şərtdə veribdir 8,96 litr. Bu da 10 dəfə artıqdır da, normal reaksiyadan 10 dəfə əksik olubdur bu. Ona görə buna nəzərən biz hesablayacaq. Demək belə. Və burada 15,4 kJ istilik ayrılmışdı. Bizdə elə 89,6-ya da 10 dəfə artırında 154 kJ istilik ayrıldığını buradan müəyyən etmiş oluruq. Beləliklə, hesablama aparmaq lazımdır. 154 kJ istilik ayrılanda 6 vurulsun 286. 286 suyun əmələ gəlmə istiliyidir. Burada da 6 mol su olduğuna görə yazırıq 6 vurulsun 286 çıxaq 4x. Yəni bilmirik də azot nə qədərdir. Azotun enerjisi nə qədər.
bu qədər enerji. Bu nədir? Yəni bizə veribdir 15,4 kilojoule istilik effekti. 15,4 kilojoule istilik effektidirsə də normal reaksiyanın istilik effekti 89,6 litrə görə 154 kilojoule-dur. Yəni bu reaksiyanın plus Q-su 154'dür. Baxın burada da qeyd eləmişəm. 154 kilojoule bunun istilik effektidir. Və istilik effekti nəyə bərabərdir? İstilik effekti bərabərdir sağdakı maddələrin əmələ gəlmə istiliyinin vururuq onun əmsalına, çıxırıq soldakı maddələrin əmələ gəlmə istiliyi, vururuq onun əmsalına. Və biz də düsturda yerinə qoyduq. Və 154 bərabərdir 6 vurulsun 286, yəni suyun əmələ gəlmə istiliyini biz bilirik. Çıxaq 4x. 4x yəni bilmirik NH2-nin əmələ gəlmə istiliyi neçədir. Biz bunu tapacaq. Beləliklə hesablamamızı aparaq. Buradan da 4x nəyə bərabərdir? 4x bərabərdir. Bunu 6-nı 286-ya vurduq. Elədi 1716. 1716 çıxaq 154. Və alınır 1562. Və bizim də NH3-ümüz 4 mol olduğuna görə 1562-ni də bölürük 4-ə. O da elədi 390,5. Və burada görürük ki, bu müsbətə çevrilir, müsbət olur. Deməli, bizdən nə soruşmuşdu? Amonyakın əmələ gəlmə istiliyini. Və biz də tapdıq ki, amonyakın əmələ gəlmə istiliyi 390,5-dir. Yəni, müsbət 390,5. Cavabımız A variantıdır. Növbəti 3-cü suala baxaq. 2 NO üstəgələk oksigen alınır 2 NO2 plus 84 kilojoule. 2 CO üstəgələk oksigen alınır 2 CO2 plus 546 kilojoule. Reaksiyalara əsasən NO2 plus CO alınır CO2 plus NO. Reaksiyanın istilik effektini müəyyən edin. Burada mərhələli reaksiyalar var və burada Hess qanunundan da istifadə olunur. Gəlin baxaq. Baxın, burada hidrogen 63-cü sualdayıq. Demək, əvvəlcə reaksiyaları yazırıq. Reaksiyaları yazırıq və o reaksiyadan biz bu reaksiyanı almalıyıq. Şərtdə də verilib NO2 üstəgələk CO alınmalıdır, CO2 üstəgələk NO. Və biz burada baxırıq ki, burada NO2 reaksiyanın bu tərəfindədir. Burada isə bu tərəfindədir. Ona görə biz bu reaksiyanı çeviririk ki, sağla sol uyğun gəlsin. Bax, belə reaksiyalar olanda həmişə uyğunluğa nəzərə alaraq reaksiyaları çevirmək olar. Və indi çevirib yazırıq. Çevirib yazanda nə baş verəcək onda? Əksinə olacaqdır. Yəni 2NO2 bu yana parçalanır. 2NO üstəgələk oksigenə. Və burada da 84'ümüz müsbət idisə də olacaq mənfi 84. Və ikinci reaksiyanı isə olduğu kimi yazırıq. 2 CO üstəgələk oksigen alınır CO2 üstəgələk 546 kilojoule enerji. Hess qanununa görə burada biz nə etməliyik? Q3 bərabərdir Q1 üstəgələk Q2. Və bunları tərəf-tərəfə toplayırıq. Tərəf-tərəfə toplayanda burada ixtisarlar gedir. Baxın, burada oksigen, burada 1 mol, oksigen 1 mol ixtisar getdimi? Və yerdə qalanları artıq yazırıq. Və burada da mənfidir, bu da müsbətdir. Bu da bundan çıxılacaqdır. Aha, indi burada nə qaldı? 2NO2 üstəgələk 2 CO O2 artıq gedibdir, yoxdur. Ox qoyuruq, reaksiyanın sağ tərəfini yazırıq. Burada nə qalıb? 2NO və 2 CO2. İndi bizim reaksiyamızda isə hərəsi 1 moldur. Bir də burada üstünə gəlirik. Bundan bunu çıxanda 462 kilojoule qalır. 546-dan 84 çıxanda. 462-nin üstünə gəlirik. Aha. Və burada 1 olması üçün buradakı 2'ləri ixtisar aparırıq. 2'lər ixtisar getdimi?
Onda 462-ni də 2-yə böləcəyik. Bu da qalacaq 231. Yəni hər birini 2-yə bölürük də. 2-yə bölürük ki, bax bu reaksiya alınsın. Çünki burada hər biri 1 moldur. Hər birini 2-yə böləndə 462-ni də 2-yə böldük. Elədi plus 231. Və bizdə də nə soruşurdu? Deyirdi ki, reaksiyanın stilik effektini müəyyən edin. Beləliklə məlum oldu ki, istilik effekti müsbət 231-dir. 64-cü suala baxaq. Burada reaksiya verib. Birinci reaksiyada qaz halında su, ikinci reaksiyada maye halında su alınıb və onların istilik effektlərini isə A və B ilə ifadə ediblər. Deyir ki, 72 qram suyun buxarlanması zamanı neçə kilojol istilik udular? Gəlin baxaq. Reaksiyalardan biz suyun buxarlanmasını hesablayacaq. Demək, maye halda su buxarlanır, olur qaz halında suya. Və burada baxırıq, istilik effektini tapmaq üçün nə edirik? Sağdan solu çıxmaq lazımdır. Yəni, buradan buranı çıxmaq lazımdır. Demək, sağ hansıdır? Qaz halında olan. Sol hansıdır? Maye halında olan. Qaz halında olanın istilik effekti A'dır. Maye halında olan istilik effekti B'dir. 1 mola görə hesablayaq. Demək, 1 molun buxarlanma istiliyi nəyə bərabərdir? 1 molun buxarlanma istiliyi bərabərdir. A çıxaq B bölünsün 2. Niyə 2-yə bölündü? Çünki burada 2 moldur hərəsi. Yəni, istilik effektini bölürük 2-yə. İstilik effekti bərabərdir A çıxaq B-yə. Buxarlanma istiliyi isə 1 mola görə hesablanır. Və şərtdə bizə verilib ki, 72 qram su buxarlanıb. 72 qram. 72 qram su buxarlanması zamanı neçə kilojol istilik udular? 1 molu hesablayandan sonra, düsturunu tapdıqdan sonra onu vuracaq 4-ə. Niyə 4-ə vururuq? Çünki 1 molumuz 18 qramdır, 72 qramımız isə 4 moldur. Beləliklə A çıxaq B bölünsün 2-ni vurduq 4-ə. Burada da 2 ilə 4 ixtisar getdi və alında 2 vurulsun A çıxaq B. Və cavabımız budur. A variantı. Keçək 65-ci suala. 65-ci sualda, burada cədvəldə SO2-nin əmələ gəlmə istiliyini və SO2-nin əmələ gəlmə istiliyini birincini X ilə, ikincini Y ilə ifadə ediblər. Və deyir ki, bu reaksiya zamanı nələr baş verir? Ona nəzərən hansı ifadələr doğrudur? Burada göstəribdir X böyükdür Y-dən, Y böyükdür X-dən, Q bərabərdir Y çıxaq X, Q bərabərdir 2X çıxaq 2Y. Gəlin baxaq. Reaksiyaya baxanda görürük ki, burada plus Q-dur. Deməli, o deməkdir ki, buranın istilik effekti müsbətdir, buranınki mənfidir. Yəni, sağ soldan böyükdür. Ona görə də Y-in istilik effekti böyükdür, X-in istilik effektindən. Bax, bu düzdür. Sonra və Q nəyə bərabərdir? Q da bərabərdir sağdan solu çıxmaq. Demək, SO3-ünkü Y idi. 2-dən olduğuna görə 2Y yazırıq. Yəni, əmələ gəlmə istiliyini vururuq 2-yə. Buradakı SO3-ünkü və buradakı isə SO2-ninki. SO3-ün əmələ gəlmə istiliyi vurulsun 2, çıxaq. SO2-nin əmələ gəlmə istiliyi vurulsun 2. Deməli, Q bərabərdir 2Y çıxaq 2X-ə. Burada isə başqa şeylər verilibdir. Görürsünüzmü? Bunların hər biri yanlışdır. Yalnız bu düzdür. Yalnız 2. O da E variantındadır. Növbəti 66-cı sual. Burada da belə bir sxem veribdir. Diqqətlə baxın. Əslində belə adama çətin görünür, sxem şəklində verdiyinə görə. Amma biz bunları açıq yazanda baxırıq ki, elə çətin bir şey deyil.
Demek burada yazıb almazdan oksigen üzerine gələndə CO2 alınıb. Bu Q1. Bunun istilik effekti Q1'dir. Sonra grafitdən almaza alınıb. Sonra grafitdən CO2 alınıb. Üzerine oksigen gəlməklə. Bu bizim reaksiyalarımızdır. Neçə reaksiya oldu? 1, 2, 3. İndi biz baxmalıyıq ki, hansılar mərhələlərdir və hansılar yekundur. Burada deyir ki, Q1'i müəyyən edin. Bax, bu Q1 budur. Bunu deyir müəyyən edin. Gəlin baxaq. Demək, almazın üzərinə oksigen gəldik, alındı CO2 plus Q1. Grafitin üzərinə oksigen gəldi, alındı CO2 plus Q3. Grafitdən isə almaz əmələ gəldi. Grafitdən isə almaz əmələ gəldi. Bu da eləyir Q2. İndi bizə nə deyir? Q1'i deyir tap. Gəlin baxaq. Burada baxmalıyıq ki, Q1'də demək ki, bu burayla bura uyğun gəlmir də. Yəni bunu çevirmək lazımdır. Niyə çevirmək lazımdır? Çünki grafit almaz bu tərəfdədir, grafit bu tərəfdədir. Yerini dəyişəndə uyğun olacaqdır. Aha. Və yerini çeviririk, yerini fırladırıq. Fırladanda da nə olacaq? Bu yana düşür. CO2 ox qoyuruq. Almaz üstə gələk oksigen. İndi bunu tapmaq lazımdır. Sonra grafit üstə gələk oksigen alınır CO2 üstə gələk Q3. Grafit alınır almaz belə. İndi biz baxırıq ki, bu birinci, ikinci mərhələlərdir. Bu isə son mərhələdir. Yəni əsas reaksiya budur. Grafitdən almazın əmələ gəlməsi. Bu isə onun mərhələləridir. Və belə olanda son reaksiya nəyə bərabərdir? Birincidən ikincinin çıxmaq. Bunlardan və beləliklə yekun tənlikdə olan Q-nu tapmaqdan ötürü biz nə edirik? Bunları tərəf-tərəfə toplayırıq. Yəni birinci, ikinci reaksiyanı tərəf-tərəfə toplayırıq. Toplayanda eyni olanlar ixtisar gedir. Gəlin baxaq. Bax, CO2 burada var, CO2 burada var. Bunlar ixtisar getdi. Oksigen biri burada var, biri burada var. Bunlar da ixtisar getdi. Və nəticə olaraq yenə bu reaksiyaya gəldik, çıxdıq. Gördünüz, grafit bu tərəfdədir reaksiyada, almaz isə bu tərəfdədir. Və yekun tənlik uyğunlaşdı. Və burada isə biri mənfi, biri müsbət olduğuna görə buradakı Q2 nəyə bərabər olur? Q3 çıxaq Q1'ə. Beləliklə bu düsturdan da Q1'i tapacaq. Q1 də nəyə bərabər olacaq? Q3 çıxaq Q2. Bax, beləcə biz bu reaksiyalardan Q1'in düsturunu tapırıq. Hesablanmasını tapırıq. Cavabımız da A-da verilib. Q1 bərabərdir. Q3 çıxaq Q1. İndi 67-ci suala baxırıq. Reaksiyaları görürsüz və burada deyir ki, hansı münasibət doğrudur? Burada 3 reaksiya var. İkisi mərhələlərdir, biri isə yekun reaksiyadır və biz bu reaksiyalara baxanda müəyyən edirik ki, son reaksiya hansıdır? Gəlin bunları yazaq. Demək, karbon üzərinə gələk oksigen alınır. CO üstə gələk Q1. CO artıq bu ikinci mərhələ olur. CO üstə gələk oksigen alınır CO2 plus Q2. Bu mərhələlərdir, bu isə son reaksiyadır. Burada uyğun olanları ixtisar aparırıq. Burada CO-lar ixtisar getdi. Və buradan nə qalır? Qalır. Karbon 2 dənə. Sonra qalır oksigen 2 dənə. Görürsünüzmü? 2 dənə oksigeni toplayırıq tərəf-tərəfə. Və alınır 2 CO2. Q1 ilə Q3'ü də toplayırıq. Yəni Q2 bərabərdir Q1'in üzərinə Q3 gəlmək. Və burada isə bizim yekun reaksiyamız əslində bizə verilən C üstə gələk oksigen, CO2 üstə gələk Q2. Burada görürsünüzmü? 1 moldu hər biri. Bax, bu reaksiyada hər biri 1 moldu. Amma biz bunları tərəf-tərəfə toplayanda baxdıq ki, hər birindən 2 mol qalıbdı.
Ona görə də biz nə edirik? Bunları 2-yə bölürük. 2-yə böləndə hər biri 2-yə bölünür. Burada da Q1 bölünsün, Q3'ü də 2-yə bölürük. Və Q2'nin qiyməti nə oldu? Q1 bölünsün, Q2 bölünsün 2. Beləliklə biz reaksiyamızı bu şəkildə istilik effektini uyğunlaşdırıb yazdıq. Cavabımız da olur D variantı. D variantında da verilibdir. Q2 bərabərdir. Q1 bölünsün, Q3 bölünsün 2. İndi isə 68-ci suala baxırıq. 68-ci sualda birləşmələrin rabitə enerjilərini verib və deyir ki, bu reaksiya əsasən istilik effektini müəyyən edin. Burada nə edəcəyik? Sadəcə olaraq rabitə enerjilərini yerinə qoyacağıq və bilirik ki, istilik effektini tapmaq üçün sağdakı maddənin əmələ gəlmə istiliyindən soldakı maddələrin əmələ gəlmə istiliyini çıxırıq. İstilik effektini tapmaq üçün sağdakı maddənin əmələ gəlmə istiliyindən soldakı maddələrin əmələ gəlmə istiliyini çıxırıq. Və baxaq, 2 mol H xlordur. H xlorun enerjisi 431'dir rabitə enerjisi. 2 mol olduğuna görə 431'i 2'yə vuracaq. Çıxırıq. Hidrogenin rabitə enerjisi 436, xlorun rabitə enerjisi 242. Çıxırıq 436 üstə gələk 242. Gəlin baxaq. İstilik effekti bərabərdir. 2 vurulsun 431, çıxaq 436 üstə gələk 242. Və hesabladıq, tapdıq. 862'dən bunu 2'yə vuranda alınır. Çıxırıq. Bunları da toplayanda 672. Alınır nə? 184. Bu da müsbət olur. Niyə müsbət olur? Çünki burada müsbətdir. Birləşmə reaksiyasıdır. Birləşmə reaksiyası egzotermik reaksiyadır. Və enerjilər də burada müsbətdir. Ona görə də bizim cavabımız nə olacaqdır? Müsbət 184. O da burada C variantında verilibdir. 69-cu suala baxaq. Burada yenə də 3 reaksiya verib, mərhələli reaksiya göstərilib əslində. Hansı münasibət doğrudur? Reaksiyalara diqqətlə baxaq. Və müəyyən edək hansı mərhələlərdir, hansı isə yekun reaksiyadır. Aha, reaksiyaları yazırıq. Və burada biz burada ixtisar eləməkdən ötürü eyniləşdirək ki, tərəf-tərəfə toplayanda daha da asan ixtisar olunsun. Ona görə də bunu biz 2'yə vura bilərik. Çünki burada maddələr var ki, onları ixtisar aparmaq onda daha asan olacaq. Beləliklə, bu reaksiyanı yazırıq. Bunu isə 2'yə vururuq. 2P xlor 3, 2 xlor, 2P xlor 5 və beləliklə. Burada C'ni də 2'yə vurmuş oluruq onda. Yəni C'miz də 2 olacaq. Buraya elə yazaq ki, bilək. Aha. Və yekun tənliyimiz də bu olacaqdır. P üstə gələk xlor, alınır P xlor 5. Bu necə alındı? Baxın burada P xlor 3'lər ixtisar getdi. 2 P xlor 3'lər. Və burada 3 xlor və 2 xlor oldu 5 dənə xlor. Fosfor isə 2 dənə. Yazırıq 2P üzərinə gəlir 5 xlor. Alındı nə? Burada qaldı 2P xlor 5. Və üstə gələk. Burada bunun enerjisini A yazıbdı. Aynen ifadə edibdi. A da nəyə bərabər olacaqdı? Bununla bunun toplamına bərabər olacaqdı. B üstə gələk 2C. Bu 2C ilə B'ni toplayırıq. Gördünüz? Topladıq. İndi burada nə deyir? Hansı münasibət doğrudur? Gəlin görək həmən ona uyğun nə var? B bərabərdir. A bərabərdir. B üstə gələk 2C. A bərabərdir. B üstə gələk 2C. Burada A variantındadır. Deməli, bu münasibət doğrudur. Bunların hamısı yanlışdır. Keçək 70-ci suala.
70-ci sualda deyir ki, bax bu x ilə y ilə ifadə olunubdur reaksiyanın tərəfləri və z ilə t ilə. Deyir, bu reaksiyanın mərhələlərinə əsasən tam reaksiya tənliyini müəyyən edin. Necə ki, biz əvvəlki reaksiyalarda görürsünüzmü? Birinci, ikinci mərhələni toplayıb, üçüncü reaksiyanı oradan çıxardırdıq. Tərəf-tərəfə toplayıb. Və bu da onun kimi olacaqdı. Demək, bunlara nəzərən tam reaksiya tənliyini müəyyən edəcəyik və onu burada tapacaq. Gəlin baxaq. Demək, 2x üstə gələ y alınır 2z. 2z üstə gələ y alınır 2t. Birincini Q1 ilə götürmüşük, ikincini Q2 ilə götürmüşük. İndi gəlin baxaq. Biz bunları tərəf-tərəfə toplayanda, burada da 2z var, burada da 2z var. Bu 2zlər ixtisar getdimi? Yerdə nə qaldı? 2x üstə gələ y burada da var, burada da var. 2y alınır 2t. Üstə gələk Q1, üstə gələk Q2. Bax, gördünüz, bu reaksiya alındı. Yekunda bu reaksiya alındı. Və burada baxırıq ki, hər biri eyni kim oldu. Və bunları elə 2-yə bölmək olar. 2-yə böləndə burada qalır eləcə x, burada qalır eləcə y, burada qalır eləcə t. Və Q1 bölünsün Q2 də yenə bölünür 2-yə. Görək o varmı? Deməli, alınır burada nə? X üstə gələ y alınır t, Q1 plus Q2 bölünsün 2. Bax, belə. Bu səhifədə olan, 112-ci səhifədə olan suallar hər biri izaha ehtiyacı olan suallar idi. Bunların hər birini sizə ətraflı şəkildə izah elədim. Əlavə nə sualınız olsa yaza bilərsiniz, soruşa bilərsiniz.